Müdafiə Nazirliyinin Kəşfiyyat İdarə Reisi. Bakın ha, Qabil yalan söz deməz. Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsinin, daha doğrusu Baş Kəşfiyyat İdarəsinin tankist, kəşfiyyatdan zərrə qədər başı çıxmayan, ancaq qızların biknisindən, məmədanından başı çıxan Hilal Nəcəfov tabeçiliyində olan Maxi Səmra adlı qızı qayırdığına görə, onun mamışını elə iş otağında səhərdən axşama yaladığına görə, hətta onun xromosomlarını yediyinə görə Səmra adlı Maxiyə Range Rover markalı maşın hədiyyə eləyib. Bu azmışmı kimi? Həsən Əliyev gəncliyə dönən yolda 4 otaqlı mənzil hədiyyə eləyibdi. Səmra. Hilal Nəcəfov o qədər mamış yalayır ki, artıq mamış yalamasa dözə bilmir. Baxmır Səmradır, yaşlı qadındır, cavan qadındır. Elə buna mamış olsun, yalasın. Hilal, ged elə bizim kətdə eşşəklər var, o mamışını yala da, Hilal. Uzaqbaşı səndən ev, Range Rover istəməyəcək. Uzaqbaşı səndən yonca istəyəcək, ya da avyoz, ya da bir ovuc kəpək. Hilal Nəcəfov, sənin general rütbələrini sana kim veribsə onun arvadının tötünə yeridəcəm. Səbir ol. Az qaldı. Göt uşağı göt. Hərəniz bir. Sən tank batalyonunun komandiri olmağa ən yaxşı halda layiq idin. Sənə hansı göt verən o vəzifəyə təyin eləyibdi? Harada göt verənlər var, Rusun köpəyi var, hamısı yuxarıdadır. Onun erməni mavini var idi, adını dəyişib Rauf qoymuşdu. Onu mən burada bağırdım, çağırdım, rədd elətdirmədim mi? Arvadı da Müdafiə Naziri Zakir Həsənovun xalası qızı idi, nə idi? Arvadı da məxfi hissədə. Azərbaycan ordusunun məxfi hissəsi ermənilərin əlində idi. Allah, güya kimin əlindədir? İndi ermənilərin əlindədir. Maxi Səmra vaxtilə Nəcməddin Sadıqovun saxladığı sevgilisi olubdu. İndi isə Baş Kəşfiyyat İdarəsinin reisi Hilal Nəcəfovun sevgilisidir. Deməli, burada bir maraqlı məqam da var. Quru qoşunlarının komandanı Hikmət Mirzəyev əvvəllər Müdafiə Nazirliyinin mülki muavini direktor Aqil Qurbanovla dalaşmışdı. Bilirsə, mehriban adamıdır. Aqil Qurbanovu döymüşdü, mehriban adamını döymüşdü. Hikmət Mirzəyev onu döymüşdü, o da otaqdan qaça-qaça sənə göstərəcəm, mehriban xanım sənə göstərəcək, belə demişdi. Mehriban xanım, sən bu generalların şeyindən düşmürsən aşağı. Gedərinin dizinin dibində otur. Sümsük qızı sümsük. Ne işin var burnunu hər yerə soxursan sən?